Onkoginkoloji xəstəliklərdən ən çox rast gəlinən 3 klinik əlamət hansılardır? Bunlardan birincisi təbii ki, qanamalardır. Ən çox rast gəlinən. Aybaşı görən qadınlarda aybaşlar arasındakı qanamalar, aybaşıdan kəsilmiş menopauzada olan qadınlarda ümumiyyətcə qanamanın olması, bunlar normal hallar deyil və bir çox səbəbdən adenomiozis, poliplər, endometrial hiperplaziya, eyni zamanda endometriyanın xərçəngi, uşaqlıq boyunun xərçəngində bu hallar müşahidə olunur. İkinci ən çox rast gəlinən səbəb təbii ki, qarın boşluğunda ağrılardır. Qarın aşağısında ağrılar, qidə qəbulundan sonra ümumi narahatlıq, köp, vaxtaşırı qarının diskomfort və s. Belə bir xroniki davam edən bir şikayətiniz varsa, yenə də mütləq şəkildə hər hansı bir müayinə və həkimə müraciət məsləhətdir. Və təbii ki, axıntılar, ifrazatlar. Bu ifrazatlar hansılardır? Qoxulu, çirkli ifrazatlar, irinli ifrazatlar, qanlı ifrazatlar. Bunlar uşaqlığın və uşaqlıq boynunun, xüsusilə uşaqlıq boynunun xərçəngi və digər xəstəliklərinin daha ciddi onkopatologiyaların əsas əlamətləri, yəni ilkin xəbərçiləri ola bilər. Özünüzə baxın, özünüzdən müğayət olun. Sağ olun.